Zərifə Əliyeva göz klinikasıdır. Yəni da göz klinikası deyək də. Adını bilmirəm. Yəni belə deyim, müalicə edilir. Onun da tam yanında biraz qabağa gedirsiniz. Orada Zərifə Əliyeva adına park var. Zərifə parkı deyirlər ona qısaca. İndi belə dönəcəyik, görəcəksiniz. Tekrar biz tez yol keçək. Burada farklı girişler var. Zərifə Əliyeva adına parkın belə göstərilir. Demək olar ki, hər 10 məsafə bir də qarşılıqda skameykalar var, yəni oturacaq belə. Hətta bunun içində bir dənə bağ var. Yəni çox gözəl buradan göstərilir. Yəqin ki, baxın bir də. Belə bir dənə yerdir. Oradan isə burada bir dənə də var. Hər bütün ağaclar zeytun ağacı deyə. Ona deyirlər zeytun ağacı. Bunun yuxarısında da bir dəqiqə görüm görsənir. Orada şeylər görürsünüzsə, onda Heydər Əliyev məscididir. Buralar aslında yaxın yəni məscidlər. Burada da tam göz klinikasının tam qarşısındadır. Hətta bunun qabaq hissələrində uşaqları əyləndirmək, məsələn, oturursunuz skameykalarda uşaqları əyləndirmək üçün qabaqda yerlər var, yerlənəcəklər, maşınlar. Onlar üçün yer var, qoyursunuz əylənir. Burada əslində yayda güllər çıxır. Bax belə. İndi çıxmır da, yəni baxın çıxmağa başlayır. Bir dəqiqə. Bir dəqiqə görsənmək olur. İndi yaxından sizə göstərirəm. Zərifə Əliyevanın heykəli var. Bir dəqiqə tez gedək.
Burada belə yerdə şu akşam vaxtı çox səsli olur. Ama gündüz belə vaxtı biraz səsli olurdu. Ama gündüz heç səsli olmur. Bu vaxtı sadəcə maşınların səsindən çox səsli olur. İndi düşək pilləkənə. Baxın, burada bir dənə belə güllər var. Şurada bir böyle güldür. Bir qalxaq buradan. Aslında burada da böyle güller var. Buradan da aşağı düşmeye bir yol var. Dedim size, çok girip çıkma, yani dahil olup çıkma yollar var. Gelin bu yola baxaq. Düşürük pilləkənə. Aslında burada temiz bir yerdir. Açıkça danışsam temizdir. Çünkü zaten qıraqlarında çoxlu belə bir-iki dənə bir skamekanın yanında bir-iki dənə, ama ara mesafelerde zibil kutuları var. Yani ona göre bura temizdir. Ama o birisi parktan bir şey var ki, bura çok sesli, küylüdür. İndi sizə uşaqları əylənmək üçün olan yeri göstereceğim. Qalxaq pilləkəni. Ay, bir şey var burada. Bakın bir şey.